Şahplov milli mətbəximizin ən xüsusi və dadlı təyyamlarından biridir. Gətirdik sizlər üçün xüsusi şahplov qəzaları. İlk göstərəcəm şahplov necə hazırlanır. Şahplov hazırlamaq üçün ilkin olaraq bax, xəncimizi hazırladık, yerləşdiririk. Birinci, bax, yuxanı tikə-tikə hissələrini üzürük içinə, kənarları qıraqdan axır. Düyümüzü yerləşdiririk, qaranı yerləşdiririk, bağladıq üzəri hissəsini, tarelkasını götürürük bu formada, yerləşdiririk üzərinə, qoyuruq qaza, çoxdaya, rahat şəkildə orada pişir. Pişdi qutardı, götürürük qazdan ya sobadan, çeviririk, yerləşdiririk. Süfrənin üzərinə qaldırdıqda rahat. İstəyirsiniz belə vururuq bu formanın kənarlarına və qaldırırıq. Artıq şahplovumuz hazır. Özdə öz qabında. Aparırıq bununla da qəşəng, servis edirik. Süfrəmizə həm də bunun özü, bax gördüyünüz atdelli tavadır. Səhər yeməklərində yumurta, pomidora, glazoka hamısına qəşəng istifadə edirsiniz. Rusiya brendi, Kumara zavodu, mramornaya. Bax emallı, ayrı versiyası da var. Emallı olan versiyası da var. Alırsınız qəşəng, cızılma söhbəti də yoxdur, ömürlü bir məhsuldur. Həmişəki kimi sizlər üçün ən yaxşısını seçdik, sizlərə göstərdik. Bir dəfə alın, bir ömür lazım.